Dediyim kimi bütün partiyalardan gəlmişlər. Amma eyni halda da biz bütün yani çoxlu insan hakları qruplarıyla da təmasa keçmişdik. Bu sözdə Amnesty, Red Cross, nə olur Türkçəsi? İsveç Çilisasından tutmuş, ABF təşkilatı ki gəldilər, Greenpeace və xeylən başqa təşkilatlar. Mütəssifanə Göteborg şəhərində olduğumuz için bu təşkilatların heç birisinin Göteborg şəhərində international bölümləri olmadığı için gələ bilmədilər. Büyün dedilər ki, yəni biz international işləmirik Göteborgda. Əgər sərgi Stockholmda olsaydı və ya başqa başkənddə olsaydı mütləq gələrdik. Amma yenə də çox yaxşı keçdi onlarla görüşlərimiz. Bütün bilgilər verildi, kontaktlar yarandı və çox böyük ihtimalla Amnesty ilə bir işbirliyə başlayacağıq. Yəni üst-üstə bu sərginin nəticələri hələ ki nəticəsini görməmişik, amma heç başlamadan qabaq çox yaxşı nəticələr oldu. Burada bulan maraqlar, yəni onlar necə deyim, bilgiləri var idi öncədən, yoxsa yeni bilgilərindilər və bu görüşlər, yəni bu İsveçin bu siyasi partiyalarla görüş ya nümayəndələrlə görüşünüzün nəticəsi nə oldu? Əlbəttə nəticələrin hamısını həlallıq deyə bilmərik. İlk nəticəsi oldu ki, gəldilər büyün sərgidə bizlərlə burada tanış oldular. Bundan sonraki nəticələri zaman göstərəcəkdir. Ümidim odur ki, daha çoxlu görüşlər, parlamentada görüşlər sağlansın, Avropa Birliyində görüşlər olsun və bunu daha da yuxarı səviyyələrə çıxardır. Mənzurum budur, yəni ilgiləndilər bu məsələyə? Çox ilgiləndilər, çox ilgiləndilər, çox maraqlandılar və Əmir bəy dediyi kimi əsas Urmu gölü ilə bağlı çox ilgilərini çəkdi və əlbəttə ki, ümumi Azərbaycan, Güney Azərbaycan barəsində bilgi verdiyimizdə nə qədər böyük bir məsələ olduğunu, yəni çaşdılar düzün sözü. Yəni heç bəkləmirdilər ki, bu həddə qədər insandan söz getirilsin və bu həddə qədər böyük bir problem olsun. Əsas bizim hədəflərimizdən də elə ən başında elə bilgiləndirmək. O üçün yəni bütün bizim bu işlərimiz də artıq bilgi verməkdir bunlara. O üçün fərqli broşurlar hazırlandı. 28 səfər birisi, artıq balaca cüzvələr ingilis dilində, İsveç dilində və kartlar və digər təşkilatlar da iştirak etmişlər, hamısı yatmışlar. Artıq bu istiqamətdə ərəb təşkilatlarından da bizə qatılanlar oldular. Ərəb təşkilatlarından da gəldilər. Və digər yandan bir ayrı gözəllik də vardı. Urmu gölü olduğu üçün özəlliklə İsveç parlamentorlarla çox önəmli bir milyon, yəni mühitisi çox önəmlidir. Və bunları cəzb etmişdir. Cəzb edib bura gəldikdən sonra biz bu sərginin bir bölümü vermişdik siyasi zindanlərimizə, bir bölümü şəhidlərimizə aid idi, bir bölümü depremdəki olan olaylara və bir bölümü də milli qiyama aid idi. Artıq Urmu gölünün izahatından sonra ki, burada bir sual yaranır ki, Urmu gölü faciəsi bu qədər böyükdür. İran və gerçəkdən neçəsinə sual verdilər ki, birinci bu sual yaranmışdır ki, biz onlarla müxatəb olaraq biz doğru deyirik, yox. Yəni sadəcə bizim siyasi baxışımızdır, ya bunlar gerçəklərdir. Urmu gölündən o birisi bölümlərə gedəndə artıq bunlarda bu sübuta çatdırıcı yox, gerçəkdən bir zat var, bir problem var. O üçün də Ayda xanım demişkən nə qədər insanlar burada oturdular, 3 saat, 4 saat İsveç parlamentorları burada oturdular, nümayəndələri burada oturdular. Çoxları da bizim sözümüz qutururdu, biz ayrı adamlara getmək istəyirdik, ancaq onlar bizə məcal vermirdilər. Artıq bizə bilgi verin, artıq bizdən kontakta keçin. Bunun əsərlərinin etkisini biz çox yaxın zamanda görəcəyik. İnşallah. Bu hərəkətin yeniliyi olacaq, yəni davamı olacaq, yoxsa elə bu son idi? Biz təbii ki, yəni buraya düşünəndə özəlliklə Ayda xanım, yəni bu istiqamətdə biz işbirliyimizi təzə başlamışıq. Düzdür. Əlbəttə. Və mən özüm şəxsən desəm, mən uzun zamandır əlbəttə Azərbaycan məsələsinin içindəyəm. Xanım fəalı dediniz. O cürdə görmərəm özümü. Mən Azərbaycan məsələsinin içində böyümüşəm. Yəni hər zaman istəmişəm ki, bu barədə işləyəm, hər barəsində işləyəm. Təəssüflə özümə heç bir zaman bir yer tapa bilməmişəm. Çox çətindir sizlərlə işləmək. Yəni mənə ki, Güneydə böyüməmişəm, İsveçdə böyüyən bir xanım üçün, bir qız üçün çox çətin olubdur bu günə qədər. Və doğrudan da Əmir bəylə bu olan bir işbirliyində mən yəni doğrudan özümə elə bir yer görmüşəm ki, mən inanıram ki, əlbəttə bunun davamı gələcəkdir və çox daha böyük işlərə imza atacağıq. Əlbəttə ki, digər təşkilatlarımızla da bir yerdə. Yəni biz onu dedik, bu sərgini düzənlədiyimizdə də sərgidən öncə bütün təşkilatlarla kontakta keçdik və onlara da yer verildi, masa verildi ki, gəlsinlər və özlərini
təbliğ eləsinlər və özləri də kontakt yaratsınlar. Bu çox mühümdür. Biz bu məsələdə hamısına neçə nəfərik ki, əlbəttə əl birliyi ilə ancaq iş qabağa gedər. Ona görə mən inanıram ki, yaxında təzədən xəbərləri yaya biləcəyik. İnşallah. Son sualım, yəni çox vaxtsız almayacağım. Mən bildiyim qədər saat yəni 16 ya 4-dən deyək, 4-dən ta 8-ə qədər idi bu sərgi. Siz bu müddətdə, yəni bu 4 saat ərzində iştirakçılar olsun, təmas edən, yəni sizinlə kontakt quranlar, sual gəlib gedənlər, ya bunlar hamısına, yəni ümumiyyətlə bu sərginin nəticəsinə razısınız yoxsa yox? Valla əlbəttə ki, insan istər ki, daha yaxşı olsun. Yəni yaradıcılardan olduğumuz üçün hər zaman deyərsən ki, burası belə olsaydı, çəşdə o da gəlsəydi, ay bu niyə belə olmadı, o niyə elə olmadı. Amma Əmir bəy dediyi üçün, ilk olduğu üçün mən inanıram ki, qəşəng bir hərəkət idi, gözəl bir başlanğıc idi. Yəni onu doğrudan vurgulamaq lazımdır ki, bu bir başlanğıc idi, bu bizim ilk hərəkətimiz idi. İnanın ki, çox-çox çətindir. İsveç kimi bir ölkədə sənin başqa partiyaların, başqa organizasyonların nümayəndələrini öz ayağıyan gətirdəsən. Bunu başardığımıza görə və inanıram ki, gəldikdən sonra da bunları burada yaxşı ağırladığımıza, yəni qəbul elədiyimizə görə inanıram ki, böyük bir iş başara bildik. Yəni işin əvvəlində olduğumuz üçün hər zaman birinci dəfə başlamaq lazımdır. Birinci dəfə başlamaqda çox çətindir. Ya sən uçacaqsan, ya qazanacaqsan. Və o cürəti edib, o riskə getmək indiyəcən olmamışdır dışarıda. Biz buna keçən neçə ayın içində gördük. 8 ay, 9 ay bundan öncə parlamentə getmək, Avropa parlamentə getmək milli hərəkətin içində indiyəcən görülməmiş bir işdir. Bunu biz başardıq. Ancaq bunun ardını gəlməyi gerçəkdən bilmirdik gələcəkliyə. Ancaq ardı gəldi, ardında 6 nəfərlə görüşmək, artıq da Sorosla görüşmək və artıq bir həftə ondan sonra bir həftə içində bizə kontakt yaradıb gedib başqan yardımcısı ilə görüşmək. Bu artıq özgüvəni bizə verir ki, hətta biz İsveçrədə, hətta hər bir ölkədə də bütün vətəndaşlarımız, bütün milli fəallarımız başara bilərlər bu işi. İlk dəfə görməmişik deyirik, bəlkə ola bilməz. Amma əminəm ki, ola bilər. Əmin. Oldu. Çox sağ olun. Təşəkkür edirəm sizə vaxtınız üçün. Hörmətli tamaşaçılar, demək sizlə mən Əsgər və qonaqlarımız Sayın Əmir bəy Mərdanı, Azərbaycan Öyrənci Hərəkatının sözçüsü və Ayda xanım Kərimli, qadın fəalı və eyni zamanda Azərbaycan milli fəallarının və yüksək səviyyədə necə deyim, bu şəkil sərgisini keçirdilər. Çox-çox təşəkkür edirəm ki, bizimlə birlikdə olursunuz. Hələlik.